Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutub. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bugün doğma yurtlarına qayıdıblar. İlki mərhələdə qəsəbəyə 117 nəfərdən ibarət 30 ailə köçürülüb. Yeni mənzillərin açarları sakinlərə təqdim edilib. Daha sonra anama mütəxəssisləri sakinlərlə maarifləndirici söhbətlər aparıb. Şübhəli əşyalar gördükdə uzaq durmaları tövsiyə edilib. Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi Azərbaycanlıların kompakt yaşadığı nadir yaşayış məntəqələrindən biri olub. Qəsəbədə ilk məskunlaşma 18-19-cu əsrlərdə Qarabağ xanlığı dövründə formalaşıb. Sovet dövründə 1923-cü ildən sonra Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan Azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra isə qəsəbə Azərbaycan ordusunun nəzarətinə keçib.